300 minə yaxın insanın başına gələn bir facia idi. Yandırılmış, dağıdılmış evlər, dağıdılmış, xarabaya qoyulmuş qəbirstanlıqlar, səcdəgahlar, məscidlər, körpülər, qırılmış, dağıdılmış ağaçlar və öldürülmüş insanlar. Yadınıza varsa, o borulara doldurub uşaqları yandırırdılar. Bu həmən hadisədir. 89-un geçmişdi, 90-cı il əvvəldə mən kəndə getmişdim. Qərbi Azərbaycanın Çəmbərək rayonu kəndinə. Biz getdik həmən dövrdə, birinci dəfə gedəndə 80 dekabrın sərt qış ayları idi. Kəndin altına çatanda bizi kəndə buraxmadılar. Rus hərbiçiləri kəsmişdilər kəndin qabını. Buraxmadılar ki, Namıza yadınıza gəlir, Bakıda General Tyugunov var idi və o xüsusi göndərişlər verirdi. Azərbaycan daxilində istənilən yerə maliyyə hərəkət edə bilərdi. Mən də General Tyugunovdan belə bir məktub almışdım ki, sərbəst hərəkət edə bilər. Mən bunu göstərdim ki, bəs gəlmişəm, öz doğma kəndidir və generalın icazə kağızıdır. Baxdı o birisi starş leytenant dedi ki, o generalın bizə heç bir təsiri yoxdur. O Bakıdadır, bizim öz generalımızdır. Sonra başqa bir kapitan gəldi, gördü, mübahisə edirəm, mən pasportu göstərəm. Onlara mübahisə edir, nə olub, dedi, belə-belə. Baxdı kağıza, onlara dedi ki, o general da bizimdir, bu da Ruslu, bu da Ruslu. Orada Ermənistan da bizimdir, Azərbaycan da bizimdir. Bunlar belə baxırdı. Bıraxın geçsin. Getdik kəndə. Kənd mənə yaddaşında nə gör qalıb. Yolun kənarında, sağında, solunda ölmüş heyvanlar, qoyuqlar, atılmış beşlər, əşyalar baxırsan, gelirsən evin kəndi içine keçdikcə, içəri keçdikcə elə bir qəbirstanlıqdan gelirsən və qəbir daşları sənin üstünə gəlir. Evlərin hər biri bir qəbir daşıdır. Çünki kəndi içine girdikcə görürsən, sənin tanıdığın insanlar yoxdur, tamam başqa adamlardır. Vahimə səni bürüyür. Belə, bax, yoxdur da özün-özündən qoxulanırsan ki, bu nə? Nə qədər dərinə gedirsən, elə bir ki, ölümün altına doğru gedirsən. Getdim, birinci qohum evləri var, evlərə baxdım, var, köçüb gedib, evlər darmadağın olur, qapılar yox, pəncərələr yox, yarım əşyanı aparıblar, yarısı qalıb, bütünlərsə gəlib evi dağıdıqlar ola bilsinlər, belə bir dəhşətli bir haldır. Məsəl, gedəndə özümün yanında bir erməni də aparmışdım ki, o mənim orada qorusun, mən də Azərbaycan arasında onu qoruyum. Və sonra nəsə bir gecədə qaldı, sonra qayıtdıq gəldi. Mənim yaddaşımda o hadisə eləcə mühürlənib qaldı. Ki, indi də deyirlər ki, oraya qayıdacaq, oraya gedəcək. Deyirəm, o vahimədən sonra o vahimənin yarı o kəndə nə cür daxil olmaq. Çox dəhşətli bir mənzərədir ki, bu 300 min insanın başına gələn faciədir. Və dərd orasıdır ki, oradakı insanlar hamısı mübariz qəhrəman idi. Və mən bu günlər bir kitabımız bizim təqdimatdan keçdi orada, Dərvazəbcə icmasında. Demək, 88-ci il hadisələrin alovu vaxtında Qərbi Azərbaycanda 4 tərəf erməninin içərisində Göyçə kəndləri, bizim kənddə o cümlədən olaraq miting təşkil edirlər. Hər tərəfdə də erməni polisləri cərgə eləndirir. Nə tələb edirlər? Azərbaycan televiziyası Ermənistanda yayılsın, xüsusi xəstəxana yaradılsın Azərbaycanlardan ibarət. İrəvanda hökmən Azərbaycan dilində universitet təşkil edilsin və Qarabağ Azərbaycandır bir mənalı bunu sesiya təsdiq edərsin. Hər tərəfdə ermənilər, hələ də silahlı. Bu insanlar, bu şəkillər də var, çəkilib o dövrdə, bu şəkillər də bu kitabda bizim faktda sübut olaraq yazılır ki, Qarabağ Azərbaycanın əllərində. Əgər siz bunu etməsəniz, biz Göyçəyə muxtariyyəti elan edib və Ermənistanın tərkibindən çıxıb Azərbaycana qoşulma haqqında qərar qəbul edir. Yerevanda sesiya gedir. Sesiyanı saxlayırlar və gəlirlər raykom katibi, orada bizim mərkəz komitədə ideoloji katib, var o ilə bir içinə gəlirlər, onlarla xeyli söhbətlər ilə və Bakıdan da nümayəndə gəlir. Və indi kənd cəmaatının danışdığına görə, təbii ki, mən o dövrdə orada yox idim, kənd cəmaatının danışdığına görə deyir, bu danışığından belə başlaşdır ki, Azərbaycan hökuməti bizi dəstəkləmir. Və onlar da sətri məyanlarla başa saldılar ki,
artıq daşnaqlar hakimiyyətə gəlib, biz əvvəlki vəziyyətdəyik, biz sizə kömək edə bilmərik. Və bax, əgər Qərbi Azərbaycanlar orada qalsaydı, Qarabağda bu 20% torpaq işğal edilməyəcəkdi, 1 milyon insan qaçaqaç düşməyəcəkdi. O faciələr də bizim başımıza gəlmir. Bizim kəndimiz balaca bir kənddir. 17 şəhidi var. 300 nəfərdən artıq 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak edib. Bir-ikisi də orden, 3 nəfər generalımız var. Bir-iki nəfər də deməli orden alanlarımız da var. Yəni bir kətdən 17 nəfər şəhid, 300-dən çox qəhrəman. Yəni bütövlükdə bu Azərbaycanın qərbindən gələn insanlar da bu müharibəni, bu qalibiyyəti bizə təqdim edirlər. Cənab Prezident dedi ki, nə qədər məharətli sərkərdə olsa da, nə qədər biz hazırlıq görsək də, işi görən əskərdir, zabitdir, onlar ölümün gözünə gedirlər və can verirlər, şəhid olurlar, quru torpağı vətənləşdirirlər. Müharibə təkcə 10 minlərlə insanı məhv eləməlidir. Bunların arzuları, qalanların da arzuları özündədir. Arzuları bu oldu. Kimisi şəhid oldu, kimisi qazi oldu, ailələr dağıldı, ondan sonra nə qədər mağaralar qarabəzəndi, qızlar göz sevgilərinə qovuşa bilmədilər. Böyük bir nəslin gəncliyi idi. Bu müharibə böyük bir gəncliyi idi və 27 sentyabr bizim üçün bu millətin tarixində, bu millətin taleyində möhtəşəm bir gündür. Möhtəşəm bir gündür. Həmən gün başlanan bu mübarizə bu milləti qalibiyyətə çatdırdı. Həmən gün başlanan bu müharibə təkcə 20% uğrunda gedən müharibə deyildi. Bu müharibə 200 il müddətində bu Azərbaycan torpaqlarını qarış-qarış doğrayaraq özünə dövlət yaradan, yarısını şimala verən, yarısını şərqə verən, yarısını cənuba verən bir işğalçılığa qarşı mübarizə idi. Və həm də millət olaraq ayağa qalxdı, öz ləyaqəti, itirilmiş ləyaqəti, vüqarı, mənəviyyatı uğrunda, gələcəyi uğrunda, bu günü uğrunda mübarizəyə qalxdı və qalib gəldi.